Qüsursuz Nitq Psixologiya Mərkəzi Aid Group sponsorluğu ilə öz aramızda başladı. Sen benim dilberim ver gel, canımın cananesi ver gel. Sen benim dilberim ver gel, canımın cananesi ver gel. İki cahan serverim ver gel, ay canım ehdimin peymanesi ver gel. İki cahan serverim ver gel, ehdimin peymanesi ver gel. Ver gel, ver gel, ver gel, canımın cananesi ver gel. Ver gel, ver gel, ver gel, ehdimin peymanesi ver gel. Gezirem Xəzər yara yar, zəhmətim düşürdür bu diyar. Sen yüreğim, arzum dileğim, sen yüreğim, arzum dileğim sen. Sen ezel benim yüreğimde sen Xəzər benim yüreğimde sen. Sen ezel benim yüreğimde sen Xəzər benim yüreğimde sen. Hele yüreğimde sen, yüreğimde sen, canım yüreğimde sen. İlk defa sahilde gördüm onu ben, gizli bir üşütme geçti kalbimde. İlk defa sahilde gördüm onu ben, gizli bir üşütme geçti kalbimde. Çevirdi yüzünü mavi Xəzərə, o denize baktı ben o gözlere. Çevirdi yüzünü mavi Xəzərə, o denize baktı ben o gözlere. Dinmek istedim, dile bilmedim, dile bilmedim, ne edeyim bilmedim. Bilmek istedim, dile bilmedim, dile bilmedim, ne edeyim bilmedim. Küçede her sefer karşılaşır kız oğlan, komşular da bu zaman pıçıldaşır ağızdaca. Küçede her sefer karşılaşır kız oğlan, komşular da bu zaman pıçıldaşır ağızdaca. Birisine de bu gelden düğün olmaz da olmaz. Komşuda kız sevenin yüreğinde yağ olmaz. Ah, 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 birisine de bu gelden düğün olmaz da olmaz. Komşuda kız sevenin yüreğinde yağ olmaz. Karşımda nazlanır yine gülürsen, bir sen gülüşlerin neye benzer. Ben desem artıktır özün bilirsen, lale yarpağında şehre benzer. Ben desem artıktır özün bilirsen, lale yarpağında şehre benzer. Caha hiç solmayan bir bahçe vardı,
şəxsə qara qavadı Nə qədər yaraşır insana gülmək Bravo, hoş gelmişsiniz. Her vaxtınız xeyir. Space televiziyasının daimi tamaşaçıları öz aramızda verilişi. Başladı canlı yayımdayıq və bir-birindən gözəl qonaqlarımız var. İki əməkdar artist, Rəhəngiz Musəvi və Bəsti Bəkirova. Hoş gəlmişsiniz və gözəl kosmetoloqumuz Nigar Bayramova bugün bizimlədir. Hər biriniz hoş gəlmişsiniz. Əminəm ki, bugünkü söhbətlər həm maraqlı, həm də faydalı olacaq. Necəsiz? Hoş gününüz olsun. Çok sağ olun. Sizin verişte necə olmaq olar? Çok güzel, Əla. çok pozitif. Siz necəsiz Rəhəngiz xanım? Mən şükür Allaha yaxşıyam. Bəsti yanımdadır, əlayam. Çox yaxın rəfiqəsiz Çox, demək çox, ki. çox, inşallah. Neçə ildir rəfiqəli edirsiniz? Neçə ildir dostluq Mən edirsiniz? Bəsti qurban sənə, mən deyim də. Deməli, mən 72-də sənətə gəlmişəm, professional səhnəyə. 1972-ci Bəli, ildə. sözümün canı nədir? O illərdə hələ, qabaq bilirsiniz də babinalar satılırdı, oğlum. Sən deyək, belə kasetlər. Mən evdə həmişə hamının Hüseyin ağa, hamının konsertini dinləyirdim belə, sevə-sevə. Bir səs var idi, qeyri-adi səs, olduğunu mən deyirəm. Dedim, ay Allah, məndə belə bir xasiyyət var. Əgər tanındı, tanınmadı, əgər həqiqi gözəl səsdirsə, mən maraqlanmalıyam da, kimdir bu? Evdə qulaq asırdıq, nasıl geçdi xəbərsiz. Mən bir söz də deyim. Azərbaycanda mən hələ o illərdə ilk türk mahnısını özünə məxsus gözəl ifa eləyən Bəsti xanım olur. İlk türk mahnısı siz Bəli, ifa bəli. etmişsiniz Azərbaycanda. Bəli, mən Ancaq Elşad Quliyev ancaq mənə icazə vermişdi. Bəs Şəbnəm Tapdıq deyir, ilk mən Yox, o oxumuşam. Şəbnəm 80-cı illərdə gəlir. Yalan deyir. Yox, Düzgün biz bir informasiya gəlmişik. vermir. Biz bir gəlmişik, yəni o illərdə gəlmişik. Sadəcə mən 84-cü ildə gəlmişəm. Görsən, cüzdan şandır bu. 84-cü ildə mən gəlmişəm. Mən onda oxuyurdum Yox. mədəni maarifdə və qızım. tələbə idim, Hə, təzə dinlə, məktəbi dinlə. qurtarıb gəlmişdim. Biz bir verilişdə, bir yerdə toy şənliyində olduq. Hə də mən deyim də danış, qurban danış, sənə. o danışsın. Deməli qulaq asıram. Günlərin bir günü Həsən ağa Qurbanov Dan Ulduzunu Gülarə xanımdan sonra o ansamblı qorudu, bacardığı qədər də. Bir toya dəvət eləmişdi bizi Gülüstan sarayında. Birinci mərtəbə girən kimi sol tərəfdə. Bax, hamısı yadımdadır. Bəli. İndi gördüm bir dənə də gənc qızdır, belə suyu şirin, ağ belə qızdır. Hə. Özüm nəyinə xoşum ya, üzdə ancaq Təbəssüm. Təbəssüm, özü gözəl təbəssüm hər adamda elə gözəl olmur axı. Oxuyur, o qədər ürəyimə yatdı. Mən eləyəm də, insan mənim xoşuma gəldisə, insan var demir, gizlədir. Deyirəm, ay qız, sənin nə gözəl sesin var, evimə dəvət elədim, hə. Məmnuniyyətlə sağ O olsun. vaxtdan dostluğunuz başlayır. Evimə gəldi. Əsas nədir? Hələ belə qoydum ha. Mən deyirəm evdə həmişə qulaq asıram da o zapislər. Qoydum hələ belə. Bu da görürəm baxır gülür. Deyirəm niyə gülürsən? Deyir kimdir bu oxuyan? Deyirəm mən də bilmirəm bu səsdən yaman. Deyir mənəm. Dedim inanmıram. Bağlı açığı da. Olan söhbətdə. Olan Quran and olsun düzündür. Olan Sən söhbəti demə doğrudan. bu bəstidir. O vaxtda Bəsti Niyaməddin Musayevlə qoy indi daha. Röya ansamblında biz bu nasıl keçdi xəbərsiz mahnısını Necə gözəl o vaxtı o oxuyur o. mahnının çox gür vaxtları idi və o mahnını çox müğənnilər Zəki Mürən, O heç də. Qaraböcək bacıları, yəni o Türkiyədə oxumuşlar və hətta mən bu mahnını Röya ansamblı ilə rəhmətlik Rəşid Beybutov, elə Rəşid Beybutov mənim xeyir duamı bu mahnıya görə və Rəşid Beybutovun özünün şəxsi Yaşar rəhmətlik, Yaşar rejissor. Bəli, Yaşar. Səs rejissoru Başarılı, Yaşar bu mahnını mən oxumuşam və bu mahnını mənim üçün ilk mənim mahnımı lentə alan mənim Yaşar ilk var. mahnım Yaşarın özünün, yəni Rəşidin studiyasında o səs lentə alındı. O zaman Və- düzgünmü anladım, üzr istəyirəm. Şəbnəm Tapdıq sizdən eşidib türk mahnılarını. Yox, Yox, elə indi deməyin. hələ özü söhbət ondan getmir. Biz bu mahnıdan Biz danışırıq. mahnıdan danışırıq. O da deyir ilk mən oxumuşam, Yox, ona görə maraqlıdır yox, mənə. nasıl keçdiyini mən oxumuşam. Məndən Bəs başqa oxuyun. Azərbaycanda onu mən Bunu belə böyük çıxmasın. musiqiçilər də var. Bilirsiniz nəyə görə? Sağ Mən də olun. sizə deyim nəyə görə. Çünki mən Bakıya gələndə ilk tələbə, mən ümumiyyətlə Azərbaycan mahnılarını bilmirdim. Demək olar ki. Mən ancaq çünki türklər arasında böyümüşdüm.
Mən elə bir yəni zonada deyək böyümüşdüm ki, bizi əhatə Harda edən böyümüşdünüz? Mesxet türklərində o uzun söhbətdir. Yəni mən ancaq türk mahnılarına qulaq asırdım. Sonra ki mən gəldim Adil Bağırovun ansamblına. Ona necə gəldin? Necə gəldim? Aha. Deməli, danışsın. bir xeyir işdə idi. Bir dəvət almışdım mən də. Adil müəllim qohumlarım toydu. Neysə. Bəstini özümlə apardım. Bəsti, bəsti bir dənə də sən oxudu. Heç Adil bu qız ki oxudu, hamısı belə mətər qaldı. Adil Bağırov onu öz ansamblinə məşqə dəvət elədi. Ardını sən dinlə, ardını sən dinlə. Ardını siz danışın deyir. İndi ardı necə oldu? Deməli, Lalənin ad günü idi sizdə evdə. O, Flora sonra- xanım, Allah öz can sağlığı rəhmətlik həyat yoldaşı Faiqlə. Hə, biz dedi ki, yaxın idik. Balaca Zümrüd. Bizdə idi. Ailəvi biz oturmuşuq Rühəngiz xanım gildə. Bay eşidir Flora xanım. Bəli, Allah can Dedi ki, sağlığı versin. və Taleh, rəhmətlik Hə, Taleh. o gəlir O bizə başladı tez-tez. pianoda çalmağa. Mən də bu mahnını oxudum. Və bu mahnını mən xanım da. Flora xanımın gözləri yaşardı. Floranı Və dedi, mən elə- səhər gedəcəm Elşadla danışacağam. Və səhərsi gün getdi Elşadla danışdı. O da dedi, bu qız gəlsin, mən ona qulaq asım. Mən getdim, Fərhad var idi cavan oğlan, onun köməkçisi idi. Amma piano çalırdı o da. Dedi, pianoda bir dənə bunun tanalisini götür, bir dənə oxusun. Mən canlı oxudum, dedi ki, sən bugündən yaşıl işıq. Sən türk mahnılarını lenta alacaqsan və xatirə ansamblında hansı ansambl istəyirsən, belə. Hə. Ansamblə məşqə gələndə Allah rəhmət etsin Gülağa Məmmədov bəsti. Həmən Bəli, günüm bəli, məşqdə idi. Gülağa, bəli. Gülağa müəllim qulaq asdı. O özdə öz xeyir duasını verdi. Çox bəyəndi. Bəstidə lirikalar çox. Onu bilirik, Bəsti xanımı hər kəs Demək tanıyır. artıqdır da. Ona heç deməyə Onun ehtiyac yoxdur. necə gözəl Amma mənə nə mahnıları var. maraqlıdır, bax Rühəngiz xanım dediniz ki, gözəl səs görəndə tanısam da tanımasam da. Bəli, mən eləyəm. Yəni məni Bəli, artıq mən- çəkir. Bəs Aha. bugün eşidirsiniz. Bəli. Sosial şəbəkələr olsun, Bəli, bəli. televiziyalar olsun, eşidirsiniz bu gəncləri, yeni bəli, nəsli. bəli, bəli. Kimin səsi sizə daha xoş gəlir? Kimin səsinə dayanıb qulaq asmaq istəyirsiniz? Bax, mən misal üçün bugünkü gündə Çinarə xanımın səsinə qulaq asmaq. Çinarə Məlikzadə. Bəli. Çox bəli. musikallı qızdır. Çox musiqi belə Səsi də duygusal, gözəldir. səsi Mən də də razıyam. gözəldir. Mən açıq deyirəm. Məsələn, Şəbnəm Tozlu'nun da səsi Onun gözəldir. səsi gözəldir əslində. Şəbnəm Tozlu indi məsəl üçün mən onun Ses- səsini bəyənirəm. Mən də bəyənirəm. Səsli müğənnidir. Bilmirəm, Amma niyə qarmaqallarda çoxdur, olmasa daha yaxşı olar. O da çəkirlər, o da bizə aid deyil. Amma yenə də deyirəm, əlbəttə bizim çox gözəl müğənnilərimiz var, Gənc səsli ifaçılar. müğənnilərimiz. Kamilə. Kamilə Nəbiyeva. Kamilə Hə, bəli, Nəbiyeva. bəli, o da gözəl səsli Səbinə müğənni. Ərəbli. Yəni, çoxdur müğənnilər, gənc xalq müğənnilərimiz var, amma çox təəssüf edirəm ki, Pop məhz estradada səsi yoxdurmu? məhz səsi olmayan müğənnilər daha çox öndədirlər. Bax, söhbət ondan gedir. Kimlərdir bu səsi olmayıb amma öndə olanlar? qədərdir, Maraqlı iki, gəldi. 3-dür, 4-dür. Gündə Saysız hesabsız da olar. Çünki siz məktəb görməyiblər. Bax, məsələn, mən Xatirə xalq ansamblına gələndə, mənə Elmira xanım, Allah ona can sağlığı versin, Rəhimova. Dedi ki, Qaragilə, biz Qaragöz, Gəlmişəm, otağa Yox, Qaragilə, Qaragöz, Şəmsi Kərimov gecələr, Firəngiz Dəşli Babayeva təsnifi, dəşli təsnifi. Əlibaba Məmmədov mahnısı var. Deməli, bir dənə mən orada bir dənə artıq boğaz elədim. Orada məşqdə mənə dedi Bəsti xanım, belə oxumaq lazımdır Azərbaycan mahnılarını. Yəni bir elə bilirsiniz ki, bircə dənə nüans, bir dənə başa salmaq ki, bunu belə, yəni müğənninin elə ki, reysə qoyursan. O mənə bəs oldu. Müəllim və müəllimə mənə başa saldılar Düzgün. ki, bunu belə ifa eləmək lazımdır. Görürəm ki, belə daha gözəldir. Yəni amma indikilərə biz onu deyə bilərik. Hətta bir yaxınlaşanda eləyəndə az qalırlar ki, belə vız elib keçsinlər. Heç onların Yox, hamısı elə deyil. çoxsu. Heç yaxınlaşdığınız Ay, olubmu ki, yox, vətən Vallahi, böyük yox, kimi bir yön yox, göstərəsiniz? yox, mən deyim. Bax, məsələn, məclislərin birində, məsəl üçün də, olub ki, ola bilsin ki, o məni ya tanımayıb, ya görməyib, hələ amma gəncdir sonra, o. amma yenə də deyirəm, Kim? elə deyil. Yox, adını çəkməyəcəm. Maraqlıdır Yox, söhbət. mənasızdır, Bəs onda onun niyə mənası danışırsınız? yoxdur. Danışırsınız, Bilirsiniz, burunlarına demirsiniz. belə tuturlar da başa düşmürlər ki, bugün sən belə eləyən, sabah sənə də elə eləyəcəklər. Amma danışırsınız, Çünki artıq maraqlıdır lazım söhbət. deyil, o bizə Tanıyırıqmı lazım deyil. kimlə Biz onları danışırsınız, yoxsa yerində başa tanımadığınız salırıq. adamdır? İsa, Tanıyırıq mı? mən elə bir insanam ki, mən onu edən insana sonra izah eləyirəm ki, belə eləmək olmaz qızım, ya balam, ya hər kim.
da olur, ara sıra olur. Amma Yox, hamısı çox, elə deyil, hamısı, bəs əlbəttə deyil. hamısı elə deyil. Yəni bəziləri elədir. Amma bizim vaxtımızda mən Rəngiz xanım brend olur. Adı yox. Azərbaycanın, mən sizə deyim, inanın Allaha, onun gözəlliyinə, onun tərzinə, onun geyimlərinə, o kalendar ən belə zadəgən, ən belə mədəni, ən kulturlu toyları o aparırdı. Rəngiz xanım elə bir məclisləri idarə edirdi ki, indi elə heç məclislər də yoxdur, mən sizə açığım deyim. Çox belə barmaqla sayılacaq. Kimlərlə? Mənə maraqlıdır. Onun bütün inanırsınız ki, onun jestlərinə, ona vurğun olan insanlar var idi ki, hətta gözləyirdilər ki, Rəngiz xanım oradan çıxsın. Biz bir tamaşa eləyək Rəngiz xanımı. Yəni Rəngiz xanımın, mən deyirəm, brend deyirlər ha. İnanın Allaha. Yəni, Azərbaycanda yeganə ilk Görməmiş İlk olmaz. brend Çəkib müğənnilərdən şeyləri yeganəsi Çox sağ Rəngiz ol. xanım Sağ ol oldu. əzizim, Bu sağ ol, ikinci brend olmuyor. Mən sizə açığım deyirəm. Olmuyor belə palatka toylarında oxuyan müğənnilərimiz. Biz 5-6 müğənni olmuşuq Azərbaycanda. Bəli. Bax 5-6 barmaqla sayılacaq. Dəsti xətti Bəli, olur, və səs bizi tembri də olur. elə dəvət edirlər ki, ən imkanlı adamlar, məsələn ki, mənim Azərbaycan toylarına ehtiyacım yox idi. Niyə? Çünki mən Dağıstanda işləyirdim. Maxaçqalada işləyirdim, bir ən bərk gedən ansamblda, ancaq yahudi toylarına, xarici, yəni başqa millətlərin toylarına gedirdim. O toylar da ki, daha bilirsiniz də, məsələn, xalq artistləri məndən xahiş eləyirdi ki, məni də apar ora. Burada məsələn, mən açıq danışacağam, 100 rublə gedən xalq artisti, burada 100, orada mən gedirdim, məsəl üçün, 10.000 rublə, məsələn, deyək, 1000 rublə. Bəli, orada bir şokla pul tökürdülər. Qabaq elə idi Maraqlı. də, qabaq Yəni toylar elə bu idi. bütün Şimali Zakafkaziyanın, mən deyim də, bax buradan Dərbənd, Maxaçqala, Jilnavodski, Nalçik, Kizlər, Pitigorski, Moskva, ora qədər. Amma indi bugünkü gündə mənə deyirlər 10.000 manat mən sənə pul verirəm, gəl Moskvada toy oxu, mən təyyarəyə minmirəm. İndi də 10.000 manatı verən var. Bəli, niyə mən verməsinlər? getmirəm. O Mən cür çünki gözəl sesi var. Əvvəla mən təyyarəyə minmirəm, bu bir. İkincisi də, mən pulkar insan deyiləm. Mənim üçün az da olsun, ancaq mənim canım sağ olsun, mən rahat olum. Qorxmursuzmu təyyarədən? Yox, bir dəfə olub qorxmuşam, amma ümumiyyətlə bu son zamanlarda hadisələr çox belə görürəm də. Yəni görürəm, gözümün qarşısındadır ki, bir təyyarə orada vurulur, bir təyyarə düşür, nə bilim nəyəsə. Fikirləşəndə ki, sən nəyə görə gedirsən ora? Pula görə, üzr istəyirəm, acından ölmürük ki. Nə olub? Oradakilər elə oradakı toyu oradakilər olsun. Bizə elə buradakı işlər bizə yetər. Biz az, Rəngiz xanım Burada da hazırda da telefon xəttində elə bir insandır ki, mən sözümüzü mütləq kəsməli oldum. Bizim canlı əfsanəmiz. Hətta mən deyərdim ona, milli sərvətimiz deyərdim. Bizim tükənməz sərvətimiz deyərdim. Musiqimizin işığı deyərdim, nuru deyərdim, günəşi deyərdim. Artıq bilindi söhbət kimdən Flora gedir. Kərimova, Bəli, onun söhbət Flora qadasına xanımdan gedir. var. Flora xanım, hər vaxtınız xeyirli olsun. Akıbetiniz xeyir. Ay, bizə şərəf verdiniz Flora xanım. Ay oğlum, ne güzel tesadüf. İki sevdiğim insan. İki Can. sevdiğim insan. Can, İki can. sevdiğim, hürmet ederim şahsiyeti. Bir yerde görmek sizin stüdyoda. Bir yerde sesini işitmek. Ve onların hakkında ömrey demek özü bir nakıştır. Size çok sağ olun oğlum. Var olun, bizim dəyərlimiz. Necəsiz Flora xanım, ən əsası bir sizinlə danışaq, necəsiz? Hepsi sana fatih ki valla başıma bir iş gelse. Allah eləməsin, Allah eləməsin. Allah eləməsin. Ancak ay oğlu. Can, Gözümden üz görürüm. maşallah. Ay oğlu yaşayıram. Elə həmişə şükür, də var olun. Allah sizə can sağlığı olsun. Sizi çox sevirik. Siz bizə çox əzizsiz, dəyərlisiz. Doğma, Doğmasız. Nə yaxşı varsınız Flora xanım. Çok sağ olun. Eşidirsiniz. Ben ele sizin yıkanızdan yapışmışam ki benden can kurtarmak çetin oldu. Heç onu düşünməyin də biz sizdən hara sizi buraxırıq ay Flora xanım. Ay canım. Can. Siz bizim mədəniyyətimiz batar, Flora xanım, sizə qurban olum. Mən sizin əllərinizdən öpürəm. Mən də, Mənim mən də. ilk addımlarımı, məni belə qabağa gətirən, mənim sənətim haqqında danışan Flora xanım, həmişə mənim üçün siz əzizsiniz. Sizin xeyir duanızla gəlmişəm, Flora xanım. Mən bunu həyatım boyu itirmərəm. Benim Qurban olaram Besli sizə. Hanım kurban olun. Bilirsiniz ne yadımdadır? Yadımdadır sizin sesiniz hakkında.
Ben dedim ki sizin sesinizin yüreği var. Dedim ki elə sesler var ki onlar özüne bir varlıktılar. Biri de var ki yürekli sesler. Bak o yazımdadır ki o hafta ben sizin sesinizin hakkında demiştim. İş ki kaldı benim sevdiğim o Gülse Hanım'a güzel Can. hanım. Rühengiz Mən xanım, Rühengiz əzizim. xanım. Ve bizi çoktandan hem aile dostluğu, hem şəxsi simpatiya, hem olan ümumiyyətlə münasibətin bağlıyız. Ona göre ikinizi de eyni bir mesafede görüp özünden eyni münasibətini bəsləyib öpürəm ikinizi de. Mən də Təşəkkür sizin edirik əllərinizdən Flora xanım. öpürəm. Çox Bir sağ daha ol, təşəkkür Flora. edirik. Var olun, Qurban şərəf verdiniz zənginizlə. Minnətdarıq sizə. Mən Flora xanımdan onun o böyüklüyü, onun necə gözəl ürəyi var. Vaxtilə mən evdən həmişə Flora xanımdır, Elmira xanımdır, İlham sözüm həsrətlə baxmışam. Mən Danılcıdan 72-ci ildə dəqiq çünki Sumqayıtdan gəlirdim, gedirdim. Sözüm ondadır. Flora xanımı birinci məşqdə gördüm. Üzr istəyirəm, Rusça klub Medrabotnikov, Azneftdə Tip tip işçilərinin. işçilərinin binası var, Flora xanım, hə. Zulə xanımla da onlar rəfiqə idilər. Amma Zulə hələ oxumurdu. O vaxtdan Flora xanımla... Züleyxa Mir İsmailova. Hə, Mir İsmailova. Gəlin söhbətimizin bu yerində elə musiqi qataq Allah can söhbətimizə. sağlığı versin. Sizdən gözəl bir musiqi dinləyək Bəsti xanım. Başla. Daha sonra Sağ olsun. müzakirələrimiz davam edər. Bir gözəl səndən ötəri mahnısı. Bu mahnının da çox böyük tarixçəsi var, gözəl tarixçəsi var. Sədaqət Arif qızını buradan salamlayıram. Bu musiqisi Sədaqət Arif qızının, Salamlayırıq sözləri də Sədaqət xanımı. Zenfira Əliş qızı. qızı. Sağ ol. Bəh. Ürəyimdə bir qubar, gözlərimdə həsrət var. Səndən ayrı darıxıb, sənə sarılan qollar. Ürəyim parçalandı, yolumuz aralandı. Sən getdin sinəm üstə, bir oda lovqalandı. Yüreğim parçalandı, yolumuz aralandı. Sen gittin sinemizde, bir oda lovqalandı. Keder yaş əvəzinə gözlerime dalıbdı. İndi mənim gözümlə sənə baxan olubdu. Keder yaş əvəzinə gözlərimə dalıbdı. İndi mənim gözümlə sənə baxan olubdu. Ürəyim parçalandı, yolumuz aralandı. Sen gittin sinemizde, bir oda lovqalandı. Yüreğim parçalandı, yolumuz aralandı. Sen gittin sinemizde, bir oda lovqalandı. Acı acı göynəyir, qəlbim səndən ötəri. Yollar
yollara çok baxıram, bəlkə dönərsən geri. Ürəyim parçalandı, yolumuz aralandı. Sen getdin sinəmizdə, bir oda lovqalandı. Ürəyim parçalandı, yolumuz aralandı. Sen getdin sinəmizdə, bir oda lovqalandı. Keder yaşı əvəzinə gözlərimə dalımıdır. İndi mənim gözümlə sənə baxan olubdur. Keder yaşı əvəzinə gözlərimə dalımıdır. İndi mənim gözümlə sənə baxan olubdur. Yüreğim parçalandı, yolumuz aralandı. Sen gittin sinemizde, bir oda lovqalandı. Yüreğim parçalandı, yolumuz aralandı. Sen gittin sinemizde, bir oda lovqalandı. Yüreğim parçalandı, yolumuz aralandı. Sen gittin sinemizde, bir oda lovqalandı. Yüreğim parçalandı, yolumuz aralandı. Sen gittin sinemizde, bir oda lovqalandı. Sen gittin sinemizde, bir oda lovqalandı. Bir oda lovqalandı. Psixologiya Mərkəzi Aid Group sponsorluğuyla öz aramızda davam edəcək. Hayat sende durmam diyor, her nefeste son geliyor. Bildiğin sende kalsın, sen yalancı baharsın. Artık senin olmam diyor. Sen yalancı bir sonbahar, ben sevdalı koca çınar. Kaç mevsim benden aldın, kaç sevda geri verdin. Ruhum sana kalmam diyor. Söyle kaç bahar oldu, penceremde gün soldu. Belki de zaman doldu, sevdiğim dönmüyor. Söyle kaç bahar oldu, penceremde gün soldu. Belki de zaman doldu, sevdiğim dönmüyor.
Hayat sende durmam diyor. Her nefeste son geliyor. Bildiğin sende kalsın, sen yalancı baharsın. Artık senin olmam diyor. Sen yalancı bir sonbahar, ben sevdalı koca çınar. Kaç mevsim benden aldın, kaç sevda geri verdin. Ruhum sana kanmam diyor. Söyle kaç bahar oldu, penceremde gün soldu. Belki de zaman doldu, sevdiğim dönmüyor. Söyle kaç bahar oldu, penceremde gün soldu. Belki de zaman doldu, sevdiğim dönmüyor. Söyle kaç bahar oldu, penceremde gün soldu. Belki de zaman doldu, sevdiğim dönmüyor. Söyle kaç bahar oldu, penceremde gün soldu. Belki de zaman doldu. Sevdiğim dönmüyor. Bravo, möhtəşəm. Təşəkkürlər Rühəngiz xanım, minnətdaram bu Bravo, gözəl bravo, ifa çox sağ ol. üçün. Və verilişimizin elə bu yerində sponsorlarımız haqqında məlumatı çatdırmaq istəyirəm. Verilişimizin sponsoru Qüsursuz Nitq Psixologiya Mərkəzi. Burada uşaqların nitq, psixoloji və inkişaf çətinliklərinin həlli üçün peşəkar komanda çalışır, mütəxəssislər çalışır. Mərkəzin rəhbəri defektoloq loqoped Esmira Qafarova 18 illik iş təcrübəsi ilə yüzlərlə uşağın nitq inkişafına dəstək olub. Qəbullarda kəkələmə, nitq ləngiməsi, tələffüz pozuntuları, afaziya və digər nitq çətinlikləri peşəkar şəkildə dəyərləndirilir və inkişaf planı hazırlanır. Qeydiyyat üçün telefon nömrələri 050 və 55 operatorlarından 485 75 25 nömrələrinə zəng edə bilərsiniz. Digər sponsorumuz isə AID Group. AID Group tələbələrə və gənc mütəxəssislərə xaricdə təhsil almaq, işləmək, turist səfərlər etmək və Avropa ölkələrində oturum icazəsi əldə etmə imkanı yaradan etibarlı tərəfdaşınızdır. AID Group Amerika, Kanada və Avropanın ən nüfuzlu universitetlərinə qəbul proseslərini təşkil edir. Təhsil, iş və ya turizm məqsədi ilə xarici səfər etməyi planlaşdıran hər kəsə fərdi yanaşma, peşəkar xidmət göstərilir. Telefon nömrəsi 070 303 41 49. AID Group uğurlarınızın açarı. Və bu rahat kreslolar və divanı üçün Nur Mobiliya təşəkkür edirəm. Nur Mobiliya evinizə dəyər qatan seçim, zövqlü dizayn, keyfiyyətli material və uzun ömürlü rahatlıqla hər küncə nur saçır Nur Mobiliya. Nur Mobiliya hər evə rahatlıq və gözəlliyi qatmaq üçün xidmətinizdədir. Keyfiyyətli mebelləri sərfəli qiymətlər və ən əsası uzun müddətli kredit imkanı ilə əldə edin. Nur Mobiliya evinizə nur saçsın. Telefon nömrəsi 070 555 40 42. Sponsorlarımıza dərin təşəkkür edirəm və burada bizim bir qonağımız da var. Hələ o ilə danışmamışam. Nigar Bayramova bizimlədir. Gözəl kosmetoloqumuz, peşəkar kosmetoloqumuz. Mən bilirəm, hal-hazırda bizə xanımlar da baxır, bəylər də baxır. Payız aylarının əvvəlini yaşayırıq. Payız ayının girişindəyik demək olar və bu payız aylarında bir kosmetoloq kimi bu bizə baxan tamaşaçılara nə məsləhət görürsünüz? Çünki payız aylarında yağlı dərilər, quru dərilər, tamam fəslə uyğun bir qədər baxım da fərqli olur. Elədir ya yox? Mütləq. Əvvəla sizi, qonaqlarımızı, xalqımızı salamlayıram. Təşəkkür edirəm dəvətiniz üçün. Mən artıq 10 ildir həkim, kosmetoloq kimi fəaliyyət göstərirəm. Və demək olar ki, bu sahədə toxunmadığım, bilmədiyim nöqtə yoxdur. Amma təbii ki, yenə də tibb inkişaf edir gündən günə və ona görə bütün bu prosedurlar da, gəncləşmə də artıq gün-gündən daha da inkişaf edir. Payız aylarında təbii ki, biz hər pasiyentə fərqli yanaşırıq. Çünki günəş şüalarından çıxırıq və yay sezonundan çıxdığımız üçün dəriyə bərpa ehtiyac olur.
günəş şüaları altında dəri qocaldığından və öz turqırını, elastikliğini itirdiyindən biz artıq booster dozada, yəni güclü dozada onlara dərmanlar yeridirik dəriyə. Təbii ki, o pasientlərə ki, hansılar ki, qocalmağa qarşıdırlar və ki, o pasientlər ki, kim ləkə ilə mübarizə aparmaq istəyir, məsələn, yay aylarında, yaz aylarında biz həmən pasientlərə Çox yaxşı bir mövzuya toxundunuz əslində. Bu qocalmaq, bu yaşlanmaq mövzusu. Bugün heç kəs yaşlanmaq, qocalmaq istəmir. Hətta mən baxıram, gənc xanımlar belə 18, 20, 22 yaşında qızlar botoks proseduruna gedirlər. Bəli. Qırışlar olmasın. Bu normaldırmı bu yaşda? Çox normaldır. Çünki artıq mən düşünürəm ki, geriyə çönüb bir 10 il bundan öncəyə baxdıqda və bugünkü gün bu estetika sahəsi o qədər irəliləyib ki, mən düşünürəm ki, bir 20 ildən sonra əhali arasında, insanlar arasında qocalma demək olar ki, çox az faizlar enəcək. Yəni o insanlar qocalar ki, kimlərin ki, bu artıq öz seçimi olacaq. Və bu səbəbdən yəni, mən əslində çox sevinirəm. Çünki əvvəllər Yunan əfsanələrini dinləsək, orada daim gənclik eliksiri haqqında söhbət gedirdi. Və bugün həmən o gənclik eliksiri artıq reallaşıb. Və düşünürəm ki... Doğrudan Nigar xanımın sözünə qüvvət. Hərdən bax, məsələn, mənim hazırda 40-dan yuxarı yaşım var. Maşallah. 41-in içindəyəm. Və baxıram ki, köhnə şəkillərə baxıram. 40 yaşlı insanlar və çox yaşlı görsənirdi. Əvvəl mən uşaq olanda fikirləşdim, ay Allah, 40 yaşlı insan ağlıma çox qoca bir insan gəlirdi. İndi özüm bu yaşdayam, deyirəm, yox, niyə mən yaşlı görsənməliyəm, niyə mən yəni qoca vidində olmalıyam da. Mən də çalışıram ki, idmanıma gedirəm, özümü sağlam tərzdə qidalanma, sağlam həyat tərzi, siqaretdən uzaq, içkidən uzaq, yəni sağlam bir həyat tərzindən çalışıram ki, daha gənc qalım. Mütləq, yəni bu təkcə kosmetologiya ilə, estetika ilə gəncliyi qoruyub saxlamaq olmaz. Mütləq ki, sağlam həyat tərzi olmalıdır, sağlam düşüncə olmalıdır, normal yuxu rejimi olmalıdır, normal qidalanma. Yalnız bir proseduru elədim, məsələn, bəzən olur pasientlər arası. Möcüzə gözləyirlər. Hə, bir dəfə gəlirlər, inyeksiya edirlər, deyirlər, bəs mən niyə gəncləşmədim? Onlar dərk eləməlidirlər ki, yəni bu sırf bir inyeksiyanın, bir iynəyə bağlı bir şey ola bilməz. Siz normal, düzgün su qəbul olmalıdır, düzgün qida, bunlar hamısı düzgün rutinə düşməlidir və mütləq dikir, düşünürəm, idman da edə bilməyən pasientlərə mən daim yürüyüş məsləhət görürəm. Ən az gündə heç olmasa bir 30 dəqiqə. Çox gözəl mövzuya toxundunuz. Yəni biz əslində ayrı mövzudan başladıq. Mövzu necə inkişaf etsə, şaxələndirsə, sağlamlığa gəldi. Əslində düzgündür. Mən də idmana gedirəm və artıq mənim həyat tərzimdir. Yəni həftədə 3 dəfə idmana getmə və trener deyir ki, sən düşünməginən ki, sən idmana gəlirsən və möcüzə olacaq. Əgər sən düzgün yuxu rejimin olmasa, yəni ən az o 8 saatlıq yuxu rejimin olmasa, düzgün qidalanmasan, olmazları yesən, yəni bu idmana gəlməyinin onda heç bir effekti olmayacaq, faydası olmayacaq. Eləcə də elə kosmetoloji sahədə düşünmür ki, gedəcək Nigar xanımın yanına bir iynə ilə Nigar xanım möcüzə olacaq. 50 yaşında girib oradan 18 yaşında çıxacaq. Bu mümkün deyil. Bəzən hətta düşünürlər ki, artıq 40 yaşdır, gecikmişəm, bəlkə ehtiyac yoxdur da etməyə. Amma mən yenə də məsləhət görürəm ki, gecikmə yoxdur. Hansı yaşda istəyirsə bir insan, istər 60, 40, 50, o yaşlardan etibarən artıq özünü bir sağlam həyat rutininə sala bilər və o da hər tərəfli onun bir həm sağlamlığına, həm də ümumi zahiri görünüşünə müsbət təsir edəcək. Təşəkkür edirəm. Bir də onu da qeyd edim ki, mən hələ uşaq idim. Çox sağ olun ki, məni belə gözəl xanımlarla bugün verilişinizə dəvət Biz təşəkkür edirik, əlbəttə hər mən birimizin. uşaq idim, onlar mənim bizim evimizdə, yəni daim gözəlliyin ikonası. İkonası kimi təsdiqlənirdilər daim. Mən sizi çox sevirəm. Sağ ol qızım, sağ ol. Təşəkkür edirəm. Doğrudan da elə biz burada danışdıq, xatirələrə daldıq. Reklam fasiləsində də Rühəngiz xanımı mən xatırlayıram evdə, anam, atam, yəni bir ikona deyirdilər onun. O dövrün öz ikonaları var idi. Yəni o ikonalardan biri elə... Hamı yığılırdı. Televizorun önünə, çünki kanallar da çox deyil idi, çox az idi. Hind gözəllərini oxşadırdılar, amma o Hind gözəlindən də gözəl idi. Bəli, o Hindistanlılar çox qara olurlar, amma bizim Rühəngiz xanım ağ,
özü də gözəl. Uzun da saçları var, elə indi də Hə, o gözəldir. saçları Amma hamı deyir, o saçlar. Reallıq o. Cavanlıqda, gözlər. Nədən danışmaq istəyirəm? Bir mövzunu da müzakirə etmək istəyirəm sizinlə. Bu mahnı mövzusunu müzakirə etmək istəyirəm. Yəqin görürsünüz də çıxırlar deyirlər. Bu hər müğənninin öz mahnıları olmalıdır. Mütləq özünün hiti olmalıdır. Hətta bir qalmaqal da başlamışdı, xatırlayıram. Mən digər kanalda başlayanda sizin dostunuz əslində. İndi olmuş da Elitsar Cəmilə də bir qalmaq. Mən də sənət dostum. Mən sənin verilişində baxdım. Cəmilə əslində yaxşı xanımdır, mədəni xanımdır. Həmişə məni görərdi. Ay Rühəngiz xanım, bizim gözəl sənətkarımız. Üzünüzdə belə deyərdi. Hörmətlə, hə. Bir dəfə mən sənin verilişində Vaqifin qulağı, o bilmədiyə sizi. Mikrofon, üstündə mikrofon var idi. O prosta indi ona deyib, o sözü iki Rühəngizin adını çəkib. Vaqif də sağ olsun deyib ki, mən hər ikisinə böyük hörmətim var, hit. Əvvəla Rühəngiz xanımın da öz hit mahnıları var, qabaqla. Çox, istər Cavanşir Quliyevdən, Ətiqə xanım Ələkbərovadan, Eldar Mansurovdan, yəni bütün Novruz Aslandan mahnıları var. Yox, amma niyə bir sözünüzü bir kəsmək istəyirəm. Mən qoy bir söz deyim. Buradaydı yenə Elitsar Cəmilə qonağımız idi. Üzr istəyirəm. Yenə belə bir fikir səsləndirdi ki, ad çəkmədi, amma bir dəfə çəkib də artıq. 50 ildə oxuyurlar. Boş-boşuna bir mahnıları yox, bir kitləri yox. Bax, yenə qonaq olanda bunu. İndi bir sözvə qurban. İstər Bəsti xanım, istər mən. Onun da öz mahnıları var, bəstəkarlarla. Biz nə oxuyuruqsa, Rühəngiz xanım nə olar? Bax, indi bu əslində türk mahnısı da deyil. Bu fransız mahnısı, sözüm onda deyil. Həm Bəsti xanım, özümüzə məxsus oxumuşuq. Nə olar oxunub? Bu mənə gəlir hamı Qoy mən bir müdaxilə eləyim, yaxşı. Səndən ötəri hit deyil, nədir? Klipi də var, o bir söz. Səni taparam. 99-cu ildə mən o mahnını tək ifa eləmişdim. Novruz Aslanov mənə onun balvanka deyirlər musiqi dilində. Bir balvanka göndərmişdi. Hətta Rəşid Allah şahididir. Onun nə zili yox idi, nə nəqarəti yox idi. Onu biz düzəltdik Rəşidlə və mən onu ifa elədim. O Səni taparam mahnısını mən ifa eləyəndən sonra Səməd Səmədov ona qulaq asdı və xoşu gəldi. Mənə dedi ki, gəl biz bunu duet eləyək. O ərəfədə də biz bir yerdə işləyirdik. Hansı mahnıdır o? Səni taparam. Bir qısa zümzümə eləyə bilərsiniz? Orada var da indi. Səni taparam. Ondan sonra Dayra. İndi qoy danışım fikrim yayınmasın. Demək, nəysə oxudum. Sözüm onda hitdən danışırıq da. Hit. Yəni 99-cu ildə o vaxtı nə pulla nəsə eləmək zad yox idi. Duetlər arasında Grant mükafatına məhz mənim Səni taparam mahnıma görə biz Səməd Səmədovla Grant mükafatı aldıq. Hardan mükafatlar alıblar və yaxud da o insanlar ki deyir, mən məsəl üçün hit, o ümumiyyətlə gəlsin bir canlı ifa göstərsin. Ay sağ ol. Mən Elgizin verilişində bir dənə canlı oxusun. Cəmilə oxuya bilmirmi düşünürsünüz? Yox da indi o insanlar Yox, Cəmilədən danışırıq da. Yox da bəli, oxusun görün bir dənə canlı oxuya bilərmi o oxuyub, insanlar? belə bizdə burada da oxuyublar. Onun öz dəsti xətti var. Mən ondan danışmıram. Yox, ondan danışırıq. Yox, indi bir dəqiqə. Siz deyirsiniz ki... Siz yapışmışsınız Cəmilə. Başqa oxuyanlar yoxdur. Yox, onun... Həmən Cəmilə, bal qoy özü də eşitsin. Həmən Cəmilə bir neçə il bundan qabaq, mən bir çəkilişdə idim, mənə yaxınlaşır, yenə deyirəm hörmətlə, izzətlə. Dedim, mən çıxıb getmək istəyirəm. Dedim, ay Cəmilə, niyə? Deyir, nə var burada? Heç nə. Nəsə gördüm, istər efirlərdən, istərsə, indi hərdən gedirdi. Gedib Cəm, deyir, oğlanları xaricdədir. Sonra elə verilişlər olub, özü deyib, Rühəngiz xanım, gəliz bir yerdə çıxaq. Mənlə istəyib. Özü istəyib. Həmən Cəmiləni özü də yaxşı bilir. Bir verilişdə idim sözüm o. Mən də inanmışam da odur. Onun səsi ilə kimsə zəng vurub, qısası nə deyim mən? Mən də əsəbləşmişəm. Amma o Cəmilə, o Cəmilə deməklə ayağımız düşdü Cəmiləyə. Cəmilə çoxdan da görünmürdü, açığı da. Mənə deyib çıxıb gedir. Amma gördünüz, deyir, hər şeyin vaxtı var. Bəli, onun bir neçə mahnısı var. Sevilir də, məhəbbətdən gedir, nə bilim, nədən gedir. Amma Cəmilə, mən öz payım, Rühəngiz Musəvi həm lirika oxuyur, həm bəstəkar mahnısı oxuyur, həm oynaq mahnı oxuyur. Sən o sözü nahaq demişsən, Rühəngiz Musəvi şəxsən özümə nə oxuyubsa, istər qoy oxuna, qabaq hamısı o. Sənin 2-3 dənə mahnın var,
Onunla təzədən qayıtmısan uzun illərin Yo, mahnısı. mən bir sözlüyüm də. Biz hər şeyi qoyaq. O nə Heç deməkdir? kimlə bizim heç Mən Ruhəngiz qədər mən danışan. Yo, Mənim əsəbləşmə. yox, Siz əsəbləşmək olmaz. Yo, yo. Ruhəngizin sesi, tembri, Ruhəngizin şirinliyi göz qabağında. Bilsən bizi nədə Oxuyanda udurur? bilirsən ki, bu Ruhəngizin Bəli, səsidir. bəli, bunu daha Bilirsən, bilməz. seçilən səs. Yo, indi Heç bunları kəs qoyaq. dana Ay shit, ay nə bilim. İsa, bir kəlmə. Bircə kəlmə. Heç dəxli var. Səndən ötərini, buradan mən bir daha təşəkkür edirəm Sədaqət Arif qızına. Onun ilk mahnısıdır. Səndən ötəri hit deyil. Bəli. Səni taparam hit deyil. Sevilir, Aldatmayaq bir-birimizi hit Ay, deyil. yox, o çox var. Mənim ifamdan nasıl geçdi? Yox, o sizin adınızı çəkməmişdi amma. Yox, mən demirəm. Sizin Amma adınızı- çox Mən naha, sizə, mənim xəbərim siz olmuyor. məni başa düşmürsünüz. Mən sadəcə bir müğənni kimi sizə sual verirəm. Səndən ötəri hit mahnı sayılmaya bilərmi? İnsan gələn nə qədər Sevilən Allahsız mahnıdır. Mən olsun indi ki, eşitdim, xatırladım. yəni o mahnı o vaxt hələ kanalların birində ilk o Oxuyurlar, bəli. rejissorların ilk işi olub, bəstəkarın da ilk işi olub, yaxşı klip çəkilib o. Yəni mən onu şey üçün demirəm, bir danışmıram. Hətta Polad Bülbüloğlu bizdən mədəniyyət naziri olanda biz ilk disk çıxardan Azərbaycanda mənlə Səməd olmuşuq biz. Və o mahnılar olub bizdə, həm duetlər, həm belə. İndi mən çox, bilirsizmi, bax mən çox çıxmıram. Niyə? Mən çox görünməyi də sevmirəm. Mən də. Elə onu Mən danışmaq çox istəyirəm. çıxmağı da Çoxdandır Mən də sevmirəm. istəmirəm. yoxsuz Mən əgər efirlərdə. tarixi Mən vərəqləsəm, boşuyam İsa, orada. bilirsiniz məndə nələr var? Mən ensiklopediyayam. Elə şeylər danışaram ki, konsertlər olub ki, zavodlarda, fabriklərdə, and olsun Allaha, işıq sönüb. Bütün müğənnilər çəkiliblər bir kənara, məsəl üçün də, indi bəzi müğənnilər. Mən canlı, mikrofonsuz, ansambl, 6 instrument və 6 instrument və mən instrumentsiz oxumuşam. Və məni ayaq üstündə alqışlayıblar. Bilirsiniz, danışmaya. Bax, bilirsiniz, elə şeylər var ki, onlar o vaxtda sosial şəbəkələr yox idi və mən çəkildim. Düzdür, mən 9 Yaxşı, il bax, elə oxumadım. yaxşı mövzuya toxundunuz da. Dövrün, öz dövrünüzün Biz o illərdən oxuyuruq. Cəmilə 90-cı illərdən bir yerdə ASTV-də verilişlərə çəkilmiş. O sonra illərdən gəlib, o çox sonra gəlib. gəlib, bəli. Amma Cəmilə elə deyibsə, Cəmilə deyir, hər şeyin vaxtı O var. sənin üçün deməyib. Aa, yox, o sən onun deməkdir. üçün demişdi. də. Onun üçün deyib. Mən elə o birisi. Yox, Amma məni görəndə belə deyib də, Ruhəngizin sesi bizə seçilən sesdir, bəstilin də, açığı deyək də. Səslər var, oxşuyur. Nəyə danışmaq istəyirəm? Bax, o hər ikiniz dövrünüzün demək olar super ulduzları olmusunuz buyurun. və ən tələb olunan sənətçilərindən biri olmusunuz. Ən bahalı toylar oxumuşuq biz. Ən bahalı- Ən bahalı. Dediyiniz kimi. O deyilə yüksək təbəqənin. Bilirsiniz də? Naçıqə, Təbəqənin də, yəni o təbəqəyə. Mən şahların toyunu oxumuşam. Şahlar kimdir? Bax, mən Zaur Zayevlə, Mən də onun toyları məsəl üçün onu gedirsən. deyim, misal üçün də. Allah ona can sağlığı kimsin, versin. ağa. Dağıstanın padşahının qızının toyunu oxumuşam. Bu hər toya, buradan məhz məni imino istəmişdi. Seyid Camaloviç, Allah onun rəhmət eləsin, oğlu Maqamed Seyidoviç, yəni bizdə, yəni burada Azərbaycanın nümayəndəliyi də, səfir də, belə deyək. Yəni mən demək istəyirəm, tək o yox, mən şahların, ölkə prezidentlərinin hətta məclislərini mən idarə eləmişəm. Bu faktlardır. Amma mən bu barədə danışmamışam. Amma yetər. İndikilər ki, deyirlər, ay, o pulları göstərirlər, ilahi, mənim ürəyim bulanır. O pullar nədir göstərirsiniz? Utanmırsınız, belə pulları göstərirlər əllə. Onu gizlətmək lazım, ayıbdır. Vallahi ayıbdır. Vallahi inan adamın əti tökülür. O şeyləri göstərmək o qədər qeyri-etik görsənir. Bəlkə birinin ona ehtiyacı var. Çoxlarının ona ehtiyacı var. Onu göstərmək özü bir mədəniyyətsizlikdir. Bunu mən şəxsən deyirəm. Bizə onu verməyiblər. And olsun Allah, bizə onu çamadanla veriblər. Çamadanla veriblər, biz onu göstərməmişik. Ayıbdır. Bax, mən bunu deyirəm sizə. Bax, buradan üzümü tutub sizə deyirəm. Yığışdırın o şeyləri. Gözəl çıxış İsa, etdiniz. Çox gözəl mən hələ yerində çıxış təzə etdiniz. başlamışım sənətə. Mən təzə, elə o illərdə Naçıqdan gəlirdilər dalımca, ailədir, musiqiçidir. Məni aparırdılar toya. İkimiz minvod gedir, uçurduq da. Orada bəsti necə, o qabaqki toylar, bax, qoyurdular sumkanı bəsti. Xalq artistləri mənə yalvarırdı Pullar ki, yığılırdı. bir xalq artisti var idi, eşidir.
mənə xahiş elədi ki, məni də o toylardan birinə salmağa. Düzdür, mən Məmməd Bağırla, Zaurla gedib gəlirdim. Amma sonra mən onun plastinkasını apardım. Dedi, niyə, это не голос. Aa, У тебя голос, это не голос. Вот так и сказала. Mən gəldim, dedim özünə də. qadın idi mi? Deməyəcəm ona. O deməyəcəm. Mənə maraqlıdır, bax, belə vurğulayırsınız, telefon xəttində alacam, tamaşaçı zəng edib. Bu çamadanla dediyiniz pullar Qabaq var. elə Bunu nə edirdiniz? Bunu soruşacağım sizdən. Bir dənə Neydi? alo deyim danışaq. Xərclənmişik. Alo, hər vaxtınız xeyir olsun. Alo, salam. Necəsiz? Elhamdülillah, yaxşı olun bala. Buyurun. Siz buyurun, canlı yayımdasınız. Buyurun, qonaqlarımız da eşidir Ürək sizi. sözünüzlə. Bəli, hər bir xanımı salamlayıram orada. Rohangiz xanımı, Bəsti xanımı, Obri, Nigar Xanım xanım. Bəli, Allah onlara bəli. can Çox sağ sağlığı olun. versin. Var olasınız, Sizə çox də sağ olun. can sağlığı versin. Allah razı olsun. Sizə təşəkkür edirəm ki, elə mədəni, sözünü bilən, oturuşunu, duruşunu bilən xanımları dəvət edirsiniz verilişlərinizlə. Var olun, Çox mən sizə təşəkkür təşəkkür edirəm edirəm. sizə. Hər bir xanımın əlindən öpürəm. Can, Flora xanım Çox sağ zəng olun. elədi bayan. Can. Təşəkkür edirəm Flora xanıma da. Flora xanım hələm insanlar üçün zəng eləməz etdilər. Bəli, Gör bəli. bunlar necə mədəni insanlardır ki, Flora xanım onlara zəng edir. Sağ olsun Flora xanım. Mən sizə təşəkkür edirəm. Varmı bir sualınız? Varmı bir sualınız qonaqlarımıza? Sualım sizlərlə bərabər hamıya can sağlığı, Çox sağ xüsusən o iki xanıma. Var olun, sağ olun, var var olun. olun. Təşəkkür Çox sağ edirəm. olun, Var olun sağ olun. zənginiz Siz üçün. sağ olun, siz Təşəkkürlər. sağ olun, Ay, var olun. ay Bəsti xanım. Bu pulları, bu çamadanla Şu pulları vaxtında xərcləyir xərcləsən də. də qurtarmaz da. Siz Çamadanla inanırsınız, mən pullar- İsa, baxın, bizim söhbət onunla gedir ki, biz pula satılmırdıq. Baxın, bir adama söz vermişəm ki, məsələn, toya gedəcəm. And olsun Allaha deyirəm. Allahdan o yanası yoxdur mənim üçün şəxsən. Qapıma gəliblər, hələ Gəncədən gəliblər. Mən o adamın adını sizə desəm, sizin tükləriniz biz olar. Yəni, elə bir adam qapıma gəlib, mənə dedi ki, 50 min verirəm, dedim, gedə bilmərəm. Allah. Dedi 100 min verirəm, dedim gələ bilmərəm. Niyə getmədiniz? Çünki mən elə bir adama söz vermişdim ki. Ha, toyu artıq Bu bir. danışmışdınız. Sonra amma elə olub ki, söz verməmişdim. Sadəcə prinsipə. Ürəyim istəmədi, getmədim. Elə şeylər. 100 min qarşılığında. And olsun Allaha. 100 o vaxtın pulundan gedir Mən söhbət. sizə bir söz deyim də. Bu o vaxtın pulundan mən mı onları gedir? mən sizə onu deyirəm ki, biz o vaxtı mən ona görə o xanımlara üzümü tutub deyirəm ki, o şeyləri göstərməsinlər. Bəsti xanım, o 100 minə nə almaq olardı o vaxt? Çox şey almaq olardı. Bəs bilmirəm, yalan doğru bir iddialar gəzir ki, Bəsti xanımın şəxsi oteli var. Otel sahibidir. Kiçik bir oteli var. Düzgündür. Bəli, bəli. Oteliniz var mı? Bəli, bəli. Hardadır bu otel? Batabat İnşallah. İnşallah, inşallah. İnşallah. Bu neçə ildir bu sizindir? 20 ilə yaxındır. 20 ildir artıq Yaxındır. otel sahibisiz. Bəli, bəli. Ay nə maraqlı. Mən yaxşı əvvəl oxurduq bu türklərdə deyir İbrahim Tatlısəsin otelləri var. O İbrahim bizim qədər müğənnilərin- deyil. Yo. Bizim Mən o qədər müğənnilər- şişirtməyi sevmirəm, amma ki mən yəni deməyim odur ki, mən hələ bir onu da deyim də, yəni o pullar olub, hər şey olub. Amma mənim yoldaşım biz evlənəndən sonra 9 il məni oxumağa qoymadı. Sənətdən uzaqlaşdırdı. Səbəb? Bəli, səbəb yəni istəmirəm sən oxumağı, uşaqları böyüt. Bəs o misal var, deyir saqqızını oğurladım. Necə bu razılığa Sonra o gətirdi? gördü ki, bəzi müğənnilər çıxır. Yo, mən və səsi- şahidəm. Hə, də. bax, O- biz qoy o mən- danış. Deməli, biz Bəstinə o vaxtdan yaxın ailəvi dost Mən amma olmuşuq da. ailəli deyiləm, amma Rəngiz xanım ailəli. Hə, sözüm onda deyil. Sonra ailə qurdu, dünyaya övlad getirdi. Mən gedib gəlirdim. Biz bir-birimizə Deyirdik, dedik. ay Faiz, Hə. bu cür gözəl sesi var. Qoymurdu onu oxum. Açığı deyək də. qoymurdu. O istəyirdi, amma Bəsti bütün o neçə illərini balalarına, ailəsinə. Mənim yoldaşım Bakı həsr şəhər elədi. dövlət Hər yol adam- polisində işləyib. Hə, istəmir. Neçə illər. O istəmirdi. İndi polislərin xarakteri Bəli, bilirsiniz də. bəli, bəli. İcazə 9 il. Rovna 9 il Mən o məni şahidəm qoymadı də. oxumağa. Sonra da Rəhəngiz sağ olsun, gəlirdi bizə. Ay Faiq, sənə qurbanam. Biz öz Bu cür gözəl sesli İlk dəfə
evə kamera alıb bizə gəlir. Hə? İlk kamera mən Rüyangül Mən xanımda mən də o gördüm. gün Başladı baxırdım. bizi çəkməyə evdə. Evdə, bəli. Uşaqlar balaca idi, uşaqları çəkirdi. Ad günləri olurdu. Yoldaşı ilə bizə gəlirdilər. Biz onlara gedirdik. Biz çox mehriban olmuşuq. Və bizim mehribançılığımız ölənə qədərdir. Allah Biz can heç sağlığı vaxt versin sizə, ki, ölümdən biz heç danışmayaq. vaxt xırda söhbətlərə və yaxud da biz elə bir-birimizə yanaşmışıq ki, bacıdan da artıq. Ona görə də deyirlər, rəfiqə yoxdur. O yalan söhbətdir. Əgər insanın ürəyi təmizdirsə, rəfiqə də var, dost da var. Sadəcə sən təmiz ol, o da sənə təmiz olacaq. Eynən. Belə. Telefon xəttində bir tamaşaçımız var. Ağcabədidən bizə zəng edib. Hər vaxtınız xeyir olsun İsmail bəy. Salam aleyküm, hər vaxtınız xeyir, verilişiniz də uğurlu olsun. Çox təşəkkür edirik. Necəsiz? Çox sağ olun, var olun. Sizi var olun ki, belə dəyərli xanımları, dəyərli tərəfdarları, verilişlərisiniz. Var Mən olun. sizə dəqiqliklə qulaq asıram, o cümlədən də mən bir söz deyim ki, mən öz qızımın adını Ruhangül qoymuşam, bax, Ruhangül Nə xanıma. gözəl. Sevgidən, Çox sevgidən. Nə gözəl. Allah onların səhvlərini ucadan gətirsin, onlara Çox sağ ol, təşəkkür qardaş, edirəm. çox sağ ol. Amma o bir mahnı səsləndirsinlər, Ruhangül xanıma Bilirəm. dinləyə bir qəşək qulaq asar. Hə, Baş üstə, gözlərimiz üstə olacaq. Hələ Kimsə bir neçə vurur, mahnı o bir səsləndirəcəklər mahnısı var, Mən qonaqlarımız. üç xanımın üçündə təşəkkür edirəm. Bax, çox ona sağ ol. Sağ hər olun, dəqiqəsi var. Ruhangül xanımı biz ailə üzvləri götürmək kimi hamişə qulaq asırıq. Sağ olun. Var çox olun. sağ olun. Təşəkkür edirik İsmail bəy zənginiz Allah üçün. onlara can sağlığı Çox versin. sağ ol, qardaş, çox Allah sağ ol, onları sağ ol. var eləsin. Var olun, minnətdarıq. Allah onları səsin həmişə ucadan gətirsin. Sağ olun. Var olun, minnətdarıq sizə. Çox təşəkkür edirik zənginiz üçün. Elə söhbətimizin bu yerində Bəsti xanımdan gözəl bir musiqi dinləyək. Getməni istəyirəm. Türk mahnısı getmə. Türk mahnısı getmə gəlsin onun zəhmət şərəfimizə. olmasa. Mən Bu bunu mahnı çox çox sevirəm gözəl. mahnıdır. Özü gözəl Bəsti də xanım da oxuyub. Çox gözəl də ifa edib. Hal-hazırda da onu Buyurun, dinləyəcək. buyurun, Buyursun Getmə. bütün tamaşaçılar dinləsin. Bəsti Bəkirova və Getmə. Çox. Ayrılamam, yokluğuna dayanamam. Işıklarım söner birden, görünür uyku. Dayanamam, sensizliğe dayanamam. Odama unutar çöker, gönlüme hüzünler. Gitme, yıkılır kalırım, gitme. Sokaklar karanlık, gitme. Sensiz yaşayamam ben. Gitme, ellerim üşüyor, gitme. Şarkı
Yaşanmış o günleri, yarım kalmasın aşkımız, durmasın dünya. Unutamam saçlarının rengini, en güzel anılar durur kalbimde. Gitme, yıkılır kalırım, gitme. Sokaklar karanlık, gitme. Sensiz yaşayamam ben. Gitme, ellerim üşüyor, gitme. Şarkımız ağlıyor, gitme. Sensiz yaşayamam ben. Gitme, yıkılır kalırım, gitme. Sokaklar karanlık, gitme. Sensiz yaşayamam ben. Gitme, ellerim üşüyor, gitme. Şarkımız ağlıyor, gitme. Sensiz yaşayamam ben. Gitme, yıkılır kalırım, gitme. Sokaklar karanlık, gitme. Sensiz yaşayamam ben. Gitme. Kusursuz Nitq Psixologiya Mərkəzi Aid Group sponsorluğuyla öz aramızda davam edəcək. Seni yüreğimin dostu sirdaşım, ne için küsürsen her kadem başım. Seni yüreğimin dostu sirdaşım, ne için küsürsen her kadem başım. Süzülür gözlerin, çatılır kaşım. Süzülür gözlerin, çatılır kaşım. Benim özgürüm sen, çiğda bülbülüm sen. Benim özgürüm sen, çiğda bülbülüm sen. Gülüm sen, gülüm sen, çiğda bülbülüm sen. Gülüm sen, gülüm sen, çiğda bülbülüm sen. Bütün bu alem heyrandır sana, her gören söyleyip cirandır sana. Bütün bu alem heyrandır sana, her gören söyleyip cirandır sana. Korkuram gözde yamandır sana. Korkuram gözde yamandır sana. Benim özgürüm sen, çiğda bülbülüm sen. Benim özgürüm sen, çiğda bülbülüm sen. Gülüm sen, gülüm sen, çiğda bülbülüm sen. Gülüm sen, gülüm sen, çiğda bülbülüm sen. Azerbaycan'ın çoktur güzeli, ay maral bakışlı sözüm ezeli. Azerbaycan'ın çoktur güzeli,
gülüm əzəli Mən səni sevmişəm ilkin əzəli Mən səni sevmişəm ilkin əzəli Mənim öz gülümsən, şeyda bülbülümsən Mənim öz gülümsən, şeyda bülbülümsən Gülümsən, gülümsən, şeyda bülbülümsən Gülümsən, gülümsən, şeyda bülbülümsən Gülümsən, gülümsən, şeyda bülbülümsən Gülümsən, gülümsən, şeyda bülbülümsən Ay bravo, teşekkürler. Ve tamaşaçımız zəng edib bizə Reyhan xanım, hər vaxtınız xeyirli olsun. Salam, salam Melekim. Bu verilişe çok üzgünüm. Teşekkür edirəm. Allah sizden sağ olsun ben. Var olun, minnettarım. Çok sağ Bir olun. de heyecanlanırım. Hiçbir heyecan olmasın. Buyurun. Orada da maşallah Firengiz Hanım'dı, Bəsti Hanım'dı. Ruhengiz xanım. Ruhengiz Hanım. Bir de Bəsti Hanım, böyle taşdım onları. Eybi yoxdur başa. Allah canı sağ versin hamımıza. Buradaki hanım da var, həkim mi deyirsən? Nigar xanımdır, gözəl xanım. Bu da kosmetolog xanımımızdır. Allah ona da can sağlığı versin. Çox sağ ol. Allah köməyimiz olsun. Veriliş baxımlıdır, mən həmişə baxıram. Keçən dəfə də Səidə xanım idi, ona da baxırdım. Hamısına baxıram. Bunları da salamlayıram, mahnılarını çok Var mı bir sualınız? Var mı bir sualınız qonaqlarımıza? Anlamanızı istəyərdim. Bəsti xanımın Anlamanızı var, həm də onun klipi var Anlamanızına ait. O vaxtın klipi diye. Bilirəm, var. Ay Reyhan xanım, necə siz onu yadınızda. Amma mən sizdən çox bu dəfə üzr istəyirəm. O mahnını bugün mən Hazırlamamışam. Yox, gətirməmişəm. Onu mən söz verirəm sizə. O da Sədaqət xanımın mahnısı. O mahnını mən sizə gələn dəfə 100% oxuyacağam. Buyur qalsın gələn dəfə. Baş üstə oxuyacağam sizə. Ben çok izləyirəm, Allah sizdən razı olsun. Çok sağ olun. Səməd Teşekkür. müəllim də adını çəkdi, Allah ona qəni rəhmət Allah eləsin. Allah rəhmət rəhmət eləsin. eləsin. O da çok yaxşı müğənni idi, Allah rəhmət eləsin ölənlərə, o da içində. Təşəkkür edirəm hamıya. Var olun, Var var olasınız, olun. var Minnettarım. olasınız. Çok Sağ olun. teşekkür edirəm. Baxdıq veriliş, müzakirə edirik bir yaxdan. Əslində kosmetoloqa da suallarım var. Hətta zəng edib kosmetologumuza suallar verənlər var. Hamısını bugün səsləndirəcəyəm. Amma nəyi soruşmaq istəyirəm? Baxdı gileyləndiyi bir mövzular oldu. Bəsti xanımın. Dilə gətirdi ki, bu pulu göstərənlər, görməmişlik edənlər, yəni onu düzdür. konkret dilə Bəli, gətirdi. bəli. Rühəngiz xanımı bəs bugün baxanda nə qıcıqlandırır, Məni nə Mən əsəbləşdirir? hələ baxıram. Ay sizə qurban olum. Bax məndən heç kəs inciməsin. Var, hətta şou proqram var. Yəni qalmaqallı veriş o heç öz yerində. Amma bu efirdir axı. Efirdə efir mədəniyyəti olmalıdır. Danışıq qabiliyyəti olmalıdır. Bilirsiniz, hamımız qonağıq da. Kim olur, istər xalq artisti, əməkdar və s. Sabah köçəndə, əsas gedəndə özünə nə yapar? İnsanlığı. İnsan olmaq lazımdır. Nə qıcıqlandırır? Baxın, gənc müğənnilər oxuyur. Şəxsən mənim onlara, lap qoy fonoqram oxusun da, sözüm, onları qəbul edirlər də. Hərənin öz ruzisi var. Bunlar niyə biri-birilərini gözü götürmür? Allah sizə o boydana ruzu verib. Sizi sevənlər var. Niyə axı o ona söz atır, buna söz atır? Hərənin öz qisməti var. Hərənin öz dinləyicisi, tamaşaçı auditoriyası var. Amma o ki çıxır, lap 30 ildir məsələn oxuyur. Dinləyirsən bunu, görürsən bu səsdə nə ürək var, qurban olmuşsa. Gündə efirə çıxmaqla döyür. Maşını reklam eləməklə döyür. Amma maşın oxumayacaq sənin yerində. Sən çıx canlı oxu. O səsli olanları mən demirəm. Şəbnəmi mən də o qızı çox istəyirəm. Xətrini çox, o da mənə göndərir. Rəngsam evdə elisi çox istəyir. Sözüm onda deyil. Şəbnəmin sesi var. O Zeynabın da qəşəng Zeynabın, sesi var. Zeynabın da çox gözəl. Şirin məlahətli sesi var. Yox, o cavan qızlar var. Balam indi onların da öz tamaşaçısı var. Amma bir-birlərinizi... İkinci Zeynab varsa bilmirəm. Qırmır. Həsənlidən Ağ də Zeynəb göyərçini Həsənli. oxuyan Zeynabı deyirəm. Ağ göyərçin mahnısını oxuyur.
Hədəli odur, odur, elə odur, odur. özü Ya də o da qəşəng. Amma gözəl səsi bir var. sıra bu dediyiniz, bu gileyləndiğiniz Hə, mövzuyla baxıram, bağlı. mən özüm əsəb keçirdirəm. Müğənnilər deyir ki, bəs biz məcburuq bu bahalı göstərək. Çünki Hə, deyir, niyə? Görməmişdi də bu. Qurban olum deyir sizə. bizi bu bahalı Siz maşında bu görəndə. ad çəkdiniz, dediniz. Məsələn, mən heç onu da istəməzdim ki, siz onun adını çəkəsiniz. Məsəl üçün, siz Kimin? deyirsiniz, məsəl üçün, obyekt barədə indi danışırsınız ki, Ha, ha, siz... ateliniz Heç barədə. mən inanın ki, mən o barədə ümumiyyətlə danışmağı sevmirəm. Yəni, hətta mənə bir dəfə... Danışmazsınızmı bu haqda heç? Yox, danışan deyiləm, ümumiyyətlə danışan deyiləm. Siz sadəcə eşitdiniz, hardansa sual verdiniz deyə mən... Redaktorum mən əlidə, yenə Azər də mənə deyirəm, mən o məlumat barədə ümumiyyətlə danışmağı sevmirəm. O göstərməklər deyir, Rühəngiz xanım, o maşındır, puldur, bu. Hə də düzdür, ona... Niyə ateliniz var bunu Yo, bildirmək? yo, yo, yo. Atel Lazım deyil, sahibisiz. göstərmək lazım deyil. Biz öz sənətimizi göstərməliyik. Bəli. Biz öz sifalarımızı, Sənəti öz sevib danışıqlarımızla, gəlmişik. Sənətə öz- hörmət bəli, ilə bəli. yanaşmaq. Bunları Oğlum, göstərməliyik. mənim balam. Kim üçün maraqlıdır Biz ki? bunlar elə də mən demirəm, mənim kimi Ay Rəngiz xanım inansız incimir. Baxa efirlərə baxa bilmirik. Nə qədər eyni adam çıxır. İnsanın gözü mən şəxsən mən nə də bəsdə oldum. Mən heç vaxt bəs efir xəstəsi olmamışam. Mənə bəs reklam lazımdır. Rühəngiz Musəvi bəsdir qurban. Tarixə düşən müğənnidir. Brend, mən demişəm, Mənim elə o bir brend. dənə o kino milyon klipə dəyər, 100 klipə dəyər. Çünki film retro, Baladadaşın sözümün məhəbbəti canı nədir filmi, oğlum? bəli. Yəni bu sənəti bunlar sevib gəlmirlər. Sənəti üzr istəyirəm. Gəlirlər bağışlayım DJ Rəngiz xanım orasını düzəldir, burasını düzəldir. Sponsor tapır, çıxır efirə, ses də yoxdur, fonoqramını oxuyur. Sonra da heç kəsi bəyənmir. Yəni sənətə buna görə gəlirlər də. Bir Sənətimiz batıb gedir, qurban Düz- olum düzdür. Allaha. Bir şey də var, o xaric oxuyanları, xaric deyir, o xaricdən də o yana da artıq. Betər. Elə bir ki, xaric o, elə bir ki, bir Atlantik okyanı ora gedib, qayıdıb təzədən Vay, gedib. seslərini Atlantik düzəldirlər, okyandan xaric xaric olsa. demirəm. Deməli, o cür xaric səslə oxuyan yox, Canlı qışqıran, onları canlı oxudururlar efirdə. Hə, Necə Bəli. biabırçılıq görsənir. Axı, niyə elə xaric səsləri siz çıxardısınız ortaya? Niyə onları oxutdurursunuz o efirlərdə? Bunlara reytinq lazım. Nəyə lazımdır o? Reytinq Bax, xəstədir. onlar bizi qıcıqlandırır. Bax, o olmasa... Bəlkə tamaşaçıya göstərmək istəyirlər ki, gör, ola bilməzmi olmaz. o? Bu efirdir. Efir gözəl. Efir gözəlliyi sevir. Yaxşı ifaları sevir. Gözəl geyimdə, gözəl ifalarla, gözəl simaları sevir Qadın və yaxşı söhbətləri sevir. Mədəni söhbətləri sevirən Dilində əsası. qadın deyirsiniz, sözü balla kesim. Qadın efirə qadın kimi, xanım kimi çıxar. Danışığını, oturuşunu, tərifləməz özünü. Belə çox pis çıxır, çox pis. Amma Tərifləməklə... hegemonluq edənləri görürsünüzmü? Həmkarlarınızdan, qadın həmkarlarınızdan hegemonluq edənlər, efirdə sanki at oynadanlar. Kimin qarşısında, İsa, mən sizdən bir söz, kimin qarşısında o hegemonluq eləyir? O, nə mənim, nə sizin, nə də Rühəngiz xanımın qarşısında hegemonluq edə bilməz. 100 dənə elə O nə oxuyanlar eləyirsə olsun. özü-özünə, o öz aləmində elə düşünür. Rusların bir paslı məsələ var, onu gətirmirəm. Amma mən başa düşdüm. o bilmir ki, kənardan o qədər pis görsənir. Gülünc o qədər görsənir. qeyri-etik görsənir və Yazırlar da, gülünc oxuyuruq. görsənir. Oxuyuruq da, yazırlar. Elə tamaşaçımız Neyse. var, Lerikdən bizə zəng ediblər. Hər vaxtınız xeyirli olsun. Salam, salam. Əleykümə salam. Salamlar. Aşıq Tanrıverdinin oğludur telefon xəttində. Bəli, bəli, Ağa oğlu. Buyurun, eşidirik sizi, canlı yayımdasınız. Salam. Əleykümə Əleyküm. salam. Sizin birinci növbədə mən sizi bu Zəfər bayramımız başımıza gələn Zəfər bayramı Var olun, var olun. Çox Təşəkkür sağ ol, edirik, sağ biz ol, də sağ ol. sizi təbrik edirik. Hamınızı, mən xüsusilə və Bəxti xanım və Rəngiz xanımın oxuduqları mahnıları, onların səhnə davranışı, səhnə mədəniyyəti, ümumiyyətlə geyimləri bir Azərbaycan xanımı kimi, geyimləri, valla bütün bu yeni nəslimizə onlara tamaşa edərlər, yeni nəslimiz onlardan tərbiyə götürərlər. Səhnə mədəniyyəti necə olur onları Çox öyrədərlər. Onların oxuduqları mahnılar valla bizi necə deyərlər, ürəkdən belə sevindirdi. Albatta, mahnı oxumaq belə olar. Yoxsa çıxırlar səhnələrə bu
efektlərə zada ağızlarına gələn, bağışlayın, mən üzr istəyirəm. Buyurun, Ay, buyurun. Bilmirəm, nə mahnanın, nə sözlərin mənası var. Nə bir mahnanın işlisi, heç nəyi yoxdur. Görürsən, ifadə edirlər, özlərin o qədər yüksək səviyyədə sunurlar ki, güya demək, bunlardan başqa oxuyan yoxdur. Kimi bəyənmirsiniz? Ağsaqqal, kimi bəyənmirsiniz? Mənə maraqlıdır. Bax, baxırsınız da oturursunuz, evdən tamaşa edirsiniz. Kimi bəyənmirsiniz? Mən sizə açıq deyirəm ki, mən özüm... Baxmırlar. Bu şifahi xar yaradığı, aşıq yaradığından başqa muğamlar, ümumiyyətlə Azərbaycan musiqisi, bütün estrada musiqisi də olsun, belə, simfonik əsər də olsun, ondan insan gərək zövq götürsün. Elə mahnılar var, Allah'a olsun, qulaq asırsan onun sözlərində, görürsən ki, bu sözün heç bir manası yoxdur. Təşəkkür edirəm. Manası yenə müasir o şov əhlidir, nədir, belə müasir o təzə oxuyanlar. Sözü onların mahnıları 1-ə, 2-ə, 3-ə efektə qalır. Hədə 1-2 günlük mahnılar. Tarixdə qalmır da, tarixdə qalmayan. Bax, bizim oxuduğumuz mahnılar, ay qardaş, tarixdə qalan mahnılar, illərlə də bax seviləcək, yaddaşlarda qalacaq. Bax, mahnı, yəni əsas mahnılar bunlardır. Siz də sağ olun, sağ olun. Var olun. Çox sağ Təşəkkür olun. edirik zənginizə Sağ olun. görə, fikirlərinizə görə minnətdaram və verilişimizin bu yerində sponsorlarımız haqqında da məlumat oxumaq istəyirəm. Verilişimizin sponsoru Qüsursuz Nitq Psixologiya Mərkəzi. Yekun nəticəni isə Burada əlavə olan uşaqların birinci dəqiqədə psixoloji və inkişaf çətinliklərinin həlli üçün peşəkar mütəxəssislər çalışır. Mərkəzin rəhbəri defektoloq loqoped Esmira Qafarova 18 illik iş təcrübəsi ilə yüzlərlə uşağın nitq inkişafına dəstək olub. Qəbullarda kəkələmə, nitq ləngiməsi, tələffüz pozuntuları, afaziya və digər nitq çətinlikləri peşəkar şəkildə dəyərləndirilir və fərdi inkişaf planı hazırlanır. Qeydiyyat üçün telefon nömrəsi 050 və 55 operatorlarından 485 75 25. Digər sponsorumuz isə AID Qrup. AID Qrup tələbələrə və gənc mütəxəssislərə xaricdə təhsil almaq, işləmək, turist səfərləri etmək və Avropa ölkələrində oturum icazəsi əldə etmə imkanı yaradan etibarlı tərəfdaşınızdır. AID Qrup Amerika, Kanada və Avropanın ən nüfuzlu universitetlərinə qəbul proseslərini təşkil edir. Təhsil, iş və ya turizm məqsədi ilə xaricə səfər etməyi planlaşdıran hər kəsə fərdi yanaşma, peşəkar xidmət göstərilir. Telefon nömrəsi 070 303 41 49. AID Qrup uğurlarınızın açarı və bu rahat kreslolar, divan üçün Nur Mobilyaya təşəkkür edirəm. Nur Mobilya evinizə dəyər qatan seçim, zövqlü dizayn, keyfiyyətli material və uzun ömürlü rahatlıqla hər küncə nur saçır Nur Mobilya. Nur Mobilya hər evə rahatlıq və gözəllik qatmaq üçün xidmətinizdədir. Keyfiyyətli mebelləri, sərfəli qiymətlər və ən əsası uzun müddətli kredit imkanı ilə əldə edə bilərsiniz. Telefon nömrəsi 070 555 40 42. Və Mahizər xanım telefon xəttindədir. Hər vaxtınız xeyir olsun Mahizər xanım. Hər qayıb baxır. Necəsiz ay Mahizər xanım? Çox sağ ol, mənim balam, mənim canım, Can. mənim cigərim. Var olun, yaxşı olun. Hələ bu dəqiqə girmişəm içəri, Allah xəkimdəydim də. Allah can sağlığı Mən versin. sizə baxıram da, toyluq Nə gözəl, təşəkkür edirəm. Uzun ömürlü olsun verilişində. Var olun. Ruhəngiz xanımı da salamlayıram, Dəsti xanımı da salamlayıram. O birisi qızı görə bilmədim ki. Nigar xanım, kosmetologumuz Nigar xanım. Hə, Nigar xanım, hə, ona da çox hörmətim var. Allah can sağlığı versin də. Mən mənim bir təbrikim var, qardaşım qızının ad günü oldu, ayın biri. Siz işləmirdiniz də həmin gün, bu gün. Adı Xuramandır, ali məhkəmədə işləyir. Təbrik edir, Allah can sağlığı Sonra versin. Ruhəngiz xanımla da çox hörmətim var. O ilə toylarda çox olmuşam da, aparar toylarda. Vaxt var idi, mən Mədəni Maarif Texnikumunda oxuyurdum. Onun şəkli avtobuslarda idi, Allah haqqı da, bütün hər yana onun şəkillərini vurmuşdular da. Yaxşı, Azərbaycan gözəl olduğuna görə özü yaxşı bilirsiniz də. Bilməm, bilirsiniz. Mən bilmirdim, yox, mən ilk dəfə eşidirəm. Azərbaycan gözəli o. Bəs mən bayaqdan demirəm, Azərbaycan gözəli. Bəli. Bəli, düz deyir o xanım. Azərbaycan gözəli o. Mən daha çoxlarını tanıyıram, hamısını desəm sizə də. Özü mədəni maarifdə hamıda bir müəllimlər mənə dərs verir. Sən çox sevinirsən. Salamlayıram hamısını, can sağlığı versin. Bir dənə mənim qardaşım qızım da təbrik eləyirəm. Baş Rühəngiz üstə. xanım orada məndən salam dinlər. Eşidir sizləri, Rühəngiz xanım da eşidir, Bəstə xanım da Təbrik eşidir. eləyim, canlı təbrik eləyim.
Kimin Kuramandır adı yeri. Kuraman. Onun toyunda o toyunu oxuydu. Ali məhkəmədə işləyirənin qızı. Ruhəniz xanım onun Toyunu oxuyub, nə Ola gözəl. bilər. Ürəkdən təbrik eləyirik. Təbrik edirik. Allah can sağlığı, öpürəm sizi. İsa bəy, gələcəm Allah haqqı, biraz bobat olum, indi iynə zar vurduram, Deyəsən, həkimdən gəlmişəm. pastaya Gəlib mı? sizi orada asobu görəcəyəm. Can, var olun, var olun. Sizin redaktorunuz, oğlan, Təşəkkür edirəm. Var olun. Azəri Pastayan deyirsiniz. Var olun. güzel Təşəkkür var. edirəm zənginiz Sağ üçün, olun, bu sağ olun. sevginiz Çox üçün. sağ olun. Var Təbrik olun. edirik. Təbrik Təbrik edirik. edirik. Ürəkdən təbrik edirik. Bizim Nigar xanıma suallarımız var. Nigar xanım. Qızımız da danışdı bir. Bu kosmetologiya sahəsindən danışdıq, amma yenə istəyərdim bir qədər məlumat verəsiniz və bu xanımlara ən çox hansı yaşdan düzgündür ki, kosmetoloqa müraciət etmək? 40 yaşında. 40 yaşından mı? 40 yaş artıq Gecikmiş sayılar. gecikmiş Xeyri say- yoxdur. Yox, 40 yaşdan etibarən Mən artıq heç gecikmiş eləməmişəm, sayıla böyük bilər. Ehtiyac varmı Rühəngiz xanıma? Rəngiz xanımı bəli çox gözəl dəyişimlər etmək Biraz, olar. biraz. Amma mən istəmirəm. Nə Yox, etmək mən olar? o prosvid deyirəm, üzr istəmirəm. Prosedurlar. Yox, ona qarşı deyirəm. Eləsinləri səliqəli, amma o ki şirdilmiş elgillərə dartırlar, adam qorxur. Onların artıq Ay qızım, bir sənə qurban olum. Mən deyəcəm, dodaq belə şişib, bir dənə də verəcə demişəm. Yanaqları şişirdirlər, çənə belə. Vallahi onlarla danışanda adam qorxur. Adam iyrənir. Ay Rəngiz Amma xanım, sən dediyin əndazədə başqadır. gözəldir. Fransızların Hə də, bir sözü var, əndazədən deyir, hər çıxmamaq. şey qaydasında Əndazəsi. əndazədə olanda Bəli. gözəldir. Amma indi O çıxanda çoxları- çox əcaib görsənir. Cavan Hər kim qızdan də deyil. Nigar Ya, xanımın özün özünü də, görmüsən. Nigar xanımın özünü də dinləyək, fikirlər maraqlı. Rəngiz xanım, yox, məsələn, mənim özümdə də prosedurlar var, amma hər şey səndə qaydasında heç və şey mənim bilinmir amma. Mənim özümə də Prosedur müraciət başqadır, edənlər hə. adətən, yəni bu zövqdə olanlar xanımlardır. cavan O siz dediyiniz Sizdə məsələn, üzünüzdə hansı prosedurlar oldu? mənim üzümdə çox prosedur var. Çox prosedurlar. Heç deyərsən. Yox, Çox deməzsən prosedur əslində. var və xırda dəyişimlər də var. Onları sonra biz tam şəxsi şəkildə deyərəm. Gözüm cavan qızdır. Amma Bilmir amma. mənim də yaşım çox az deyil. Soruşmuram. Amma deməyəcəm. Bəs belə. Amma Amma deməyəcəm. özünü elə edib ki, Deyirəm ki, cavan qız kimi qalır. müasir tibb və kosmetologiya insanların yaşlanmasının qarşısını alır. Mütləq. Yəni vaxtında düzgün Bayaq qeyd etdiyiniz kimi, bugünkü gün estetikada, kosmetologiyada artıq bir yaş məhdudiyyəti yoxdur. Yoxdur. Nə hansı yaşda ehtiyac varsa, təbii ki, 18 yaşdan etibarən, o zaman artıq gənc qızlarımız, xanımlarımız, bəylərimiz müraciət edə bilərlər. Yəni o kompleksinə məcbur deyirlər yaşamağa. O və ən əsası soruşmaq istəyirəm. Bilirəm ki, mənim kimi saçı seyrək olan, saçı tez tökülən insanlar var. Mən saçım seyrəkdir və çox tez tökülməyə meyillidir. Həddindən artıq aşırı Bəli, dərəcədə artıq baxım orada edirəm. çox zaman orada genetik faktor rol Bəli, oynayır. bəli. Genetik faktor rol Nə məsləhət oynadığından görürsünüz? artıq daim müdaxilələr olunmalıdır. Nə olunmalıdır? Sırf mezoterapiyalar, plazma terapiyalar bugünkü gün çox geniş yayılıb egzosomlar və anında, yəni ilk seansdan artıq nəticə almaq olar və təbii ki, bu saç dökülmənin yalnız sırf genetikaya da bağlı. Sizə müraciət edə bilərlərmi bu Tam sahədə? ürək belə rahatçılığı. Telefon nömrələri gedirmi ekranda Azər bəy? Ürək Gedirmi? rahatlığı ilə Aha, müraciət deməli, edə bilərlər. Nigar xanımın nömrələrini də görürsünüz ekranlarda. Saç tökülməsi, yəni mənim kimi saçı seyrək olanlar varsa, niyə gedirəm, ən yaralı yerimdir bu Bəli, saç. və bugünkü dövrdə çox geniş yayılıb ocaqlı alopesiya, sırf kişi cinsində olan bəylər, yəni kişi Bəli, cinsində bəli. Özdə olan bu mövsüm yaranan bu xüsusən, bu problemdir. mövsüm- Bəli, bəli. Sırf payız və yaz aylarında yayılır. Bir də ki, ən Yazda. əsas stres faktoru Bəli, rol oynayır. bəli. Və bu cür problem yaşayan bütün bəylər də müraciət edə bilərlər. Nigar xanım, təşəkkür edirəm bu faydalı məlumatlar üçün Mən və təşəkkür bu cür edirəm. Üzə vitaminlər vurulur. ona görə nə bilim. xahiş edirəm, ehtiyacı olanlar varsa elə telefon Bu nömrələrini başqa görüb qızım, Nigar bu xanıma başqa. müraciət edə bilərlər və verilişlə bağlı fikirləriniz varsa Instagramda öz.aramızda səhifəmiz var. Öz aramızda səhifəsinə girib öz fikirlərinizi Instagramda bizə yaza bilərsiniz. Bir də öz.aramızda görəcəksiniz, artıq videoda paylaşmışam bu iki gözəl xanım, hətta üç gözəl xanım hər üçü düşüb və mən verilişimizin sonuna çatdım. Mən bilmirdim veriliş bu qədər maraqlı, bu qədər Doğrudan axıcı maraqlı. keçəcək ki, Tamaşaçılar bilirsən necə zövq veriliş alıblar. artıq bitdi. Mən Nə qədər bilmədim qalmaqal veriliş olar? nə vaxt bitdi. Qulağıma redaktorumuz deyir ki, artıq veriliş bitdi, sağollaşmaq ərəfəsindəsiniz. Bəsdir Hər xanım, üçünüzə təşəkkür edirəm. Gəldiniz, bu qədər gözəl
gözəl söhbətlər, maraqlı söhbətlər, faydalı məlumatlar verdiniz. Əziz tamaşaçılar, mən sizə təşəkkür edirəm zənglərinizə görə. Bir çox zəngi qoşa bilmədik, buna görə bizi üzürlü sayın. Sabah yenə saat 3-də Space TV-də efirdəyik. Sonda isə söz musiqinindir. Bəsti xanım, buyurun. Bir gözəl mahnı da gəlir sizlərin şərəfinə. Var olun. Aha. Bir rüya görür gibi seninle bulutlara uçtuğumda bir ateş yakar beni, sevginle tutuştuğumu sanırdım. Yağmur olup damla damla öperdim öperdim dudaklarından, bir nehir gibi çağlar akardım akardım damarlarımda. Değer mi hiç, değer mi hiç, değer mi, değer mi, değer mi söyle, bir rüya ömür boyu sürer mi, sürer mi, sürer mi böyle? Değer mi hiç, değer mi hiç, değer mi, değer mi, değer mi söyle, bir rüya ömür boyu sürer mi, sürer mi, sürer mi böyle? Değer canım, değer elbet, değer bir tanem aşk için her şeye. Ne hayal ne de gerçek, engel mi kanatlanmadan uçmaya? Bir rüya görür gibi seninle bulutlara uçtuğumda, bir ateş yakar beni, sevginle tutuştuğumu sanırdım. Yağmur olup damla damla öperdim öperdim dudaklarından, bir nehir gibi çağlar akardım akardım damarlarımda. Değer mi hiç, değer mi hiç, değer mi, değer mi, değer mi söyle, bir rüya ömür boyu sürer mi, sürer mi, sürer mi böyle? Değer mi hiç, değer mi hiç, değer mi, değer mi, değer mi söyle, bir rüya ömür boyu sürer mi, sürer mi, sürer mi böyle? Değer mi hiç, değer mi hiç, değer mi, değer mi, değer mi söyle, bir rüya ömür boyu sürer mi, sürer mi, sürer mi böyle? Değer canım, değer elbet, değer bir tanem aşk için her şeye. Ne hayal ne de gerçek, engel mi kanatlanmadan uçmaya? Kusursuz Nitq Psixologiya Mərkəzi Aid Group sponsorluğu ilə öz aramızda bitti.